Salam uşaqlar, mən bioloji müəllimi Şəmsiyə Seyidbəyli. Bugün sizə tənəffüs sisteminin testlərinin izahını verəcəm. 33-cü sualla başlayaq. İnsanda normal halda ağciyərlərin həcminin döş boşluğunun həcmindən asılılığı hansı qrafikdə düzgün əks etdirilmişdir? Ağciyərlərin həcmi döş boşluğunun həcmi ilə düz mütənasib olar. Düzgün variantımız burada Y variantı olar. 34-cü suala baxsaq, sakit halda tənəffüs zamanı toxumalar tərəfindən 4,75 litr oksigen mənimsənilmişdir. Bu müddətdə insan neçə tənəffüs hərəkəti etmişdir? Deməli, biz bilirik ki, bir tənəffüs hərəkətində toxumalar tərəfindən 25 kub santimetr oksigen mənimsənilir. Bəs 4,75 litr oksigen neçə tənəffüs hərəkətində olar? Baxın uşaqlar, 4,75 litr dediyi üçün, burada kub santimetr olduğu üçün biz bu 4,75 litri kub santimetrə çevirərik. Biz bilirik ki, 1 litrimiz 1000 kub santimetrdir. Onun üçün də 4,75-i vurarıq 1000-ə. 4,75-i vursaq 1000-ə, vurulsa 1000, alınacaqdır 4750. 4750. İndi baxaq. Bir tənəffüs hərəkətində 25 kub santimetrdirsə, bəs 4750 neçə tənəffüs hərəkətidir? 4750-ni bölərik 25-ə. Buradan cavabımız eləyər 190. Deməli, düzgün variantımız B variantı olar. Həmişə yadda saxlayaq ki, uşaqlar, bir tərəf litr, bir tərəf kub santimetrdirsə, ya hər iki tərəfi litrə, ya da hər iki tərəfi kub santimetrə gətirmək lazımdır. 35-ci suala baxsaq, insanın udduğu havanın miqdarı 600 kub santimetr olmuşsa, bu zaman onun udduğu və buraxdığı havanın tərkibində nə qədər oksigen olmuşdur? Deməli, insan 500 kub santimetr hava udanda 25 udduğu havada deyir. 105 kub santimetr oksigen ağciyərlərə daxil olacaqdır. Bəs uşaqlar 6000 hava udubsa nə qədər oksigen daxil olar? Buradan 6000-dən 500 ixtisar getsə 12, 12-ni də 105-ə vursaq, eləyəcək 2360. Deməli, 1360, 6000 kub hava udanda 1360 oksigen ağciyərlərimizə keçəkdir. Bəs buraxdığı havanın tərkibində nə qədər oksigen olar? Buraxdığı havanın tərkibində isə 80 kub santimetr, yəni 500 kub santimetr udanda 80 kub santimetr xaric olur. Bəs 6000 hava udanda nə qədər karbon qazı oksigen xaric olar? 6000-in yenə 500-dən ixtisar aparsaq 12, 12-ni də 80-ə vuranda 960. Deməli, 960 da oksigen xaric olacaqdır. Təkrar edirəm uşaqlar. 500 kub santimetr hava udanda, bu bizim bir tənəffüs hərəkətimizdir. Yəni, biz bir tənəffüs hərəkətində 500 kub santimetr hava uduruq. Bu havanın tərkibində 105 kub santimetr oksigen ağciyərlərə daxil olur. 80 kub santimetr oksigen xaric olacaqdır. 25 kub santimetr oksigen isə kapillyarlara, toxumaya daxil olacaqdır. Karbon qazı isə bir tənəffüs hərəkətində, yəni bizim bir tənəffüs hərəkətində udduğumuz hava 500 kub santimetrdir. Həmin o 500 kub santimetrin 0,15 kub santimetri karbon qazı ağciyərlərə daxil olur. 20 kub santimetr karbon qazı ağciyərlərdən xaric olur. Bu rəqəmləri bilsək, biz məsələləri daha rahatlıqla həll eləyərik. 35-ci sualda variantımız olacaq B variantı. 36-cı suala baxsaq, 36-cı sualda əgər normal şəraitdə insan tərəfindən maksimum 3200 karbon qazı xaric olunmuşdur. Ürək diskli 1 saniyə çəkibsə, bu zaman onun nəbz vurğularının sayı neçə olar? Baxın, bayaq da qeyd etdiyim kimi, bir tənəffüs hərəkətində 20 kub santimetr karbon qazı xaric olur. Bəs 3200 kub santimetr karbon qazı neçə tənəffüs hərəkətində xaric olar? Taparıq ki, buradan 160 tənəffüs hərəkəti edir. Uşaqlar, bir tənəffüs hərəkəti 16 tənəffüs hərəkəti 1 dəqiqədir. 1 dəqiqədir. Bəs 160 tənəffüs hərəkəti neçə dəqiqə olar? Buradan taparıq ki, 160 tənəffüs hərəkəti 10 dəqiqədir.
Deməli, 10 dəqiqəmizi də saniyəyə çevirsək, 1 dəqiqəmiz 60 saniyədirsə, 10 dəqiqəmiz isə 600 saniyə olacaqdır. Deməli, uşaqlar, buradan tapdıq ki, böyük T-miz nədir? 600 saniyədir. Mən sizə keçən dəfə qan damar sistemini izah verəndə məsələlərində düstur demişdim. Delta T bərabərdir. Böyük T bölünsün nəbz vurğusu. Siklimizi veribdir. Delta T sikli göstərir. 1 saniyədir. Böyük T-miz isə 600'dür. Buradan nəbz vurğusunu tapsaq, nəbz vurğusu bərabər olacaq 600'ə. Deməli, nəbz vurğularının sayı 600 olacaqdır. Düzgün variantımız olacaq B variantı. 37-ci sualı oxusaq. 37-ci sualda nisbi sakitlik halında insan 96 tənəffüs hərəkəti etmişdir. Bu müddətdə ağciyər kapillyarlarına neçə litr oksigen daxil olar və atmosferə maksimum neçə litr karbon qazı xaric olar? Baxın, ağciyər kapillyarlarına bir tənəffüs hərəkətində 25 kub santimetr daxil olur. Ağciyərlərdən karbon qazı isə 20 kub santimetr xaric olacaqdır. Gəlin yazaq. Bir tənəffüs hərəkətində 25 kub santimetr kapillyarlar soruşur. 25 kub santimetr kapillyarlara daxil olur. Bəs 96 tənəffüs hərəkətində nə qədər daxil olar? X, buradan X-i tapsaq edər 2400 kub santimetr. Baxın, variantlarda bizə litrlə verib uşaqlar. 2400 kub santimetrimiz, biz dedik ki 1 litrimiz 1000 kub santimetrdir. Kub santimetrdən litrə keçəndə isə 1000-ə böləcək. 2400-ü 1000-ə bölsək 2,4 eləyər. Deməli, 2,4 litr oksigen edər. Keçdik, atmosferə maksimum neçə litr karbon qazı xaric olar? Yenə bir tənəffüs hərəkətində 20 kub santimetr xaric olursa, bəs 96 tənəffüs hərəkətində nə qədər kub santimetr xaric olar? 96-nı 20-yə vursaq, o da eləyər 1920. Bunu da litrlə verdiyi üçün 1000-ə bölərik, o da eləyər 1,92 litr. Düzgün variantımız isə burada A variantı olacaqdır. İndi keçdik 38-ci suala. 38-ci sualda orta yaşlı sağlam insanın ağciyərlərinə orta həyat tutumu hansı ifadə ilə təyin olunur? Baxaq uşaqlar. Ağciyərlərin həyat tutumu dedikdə, ağciyərlərin orta həyat tutumu AOT yazsaq, orta həyat tutumu. O zaman necə olur? Ağciyərlərin orta həyat tutumu dəyişən hava, üstə gəlinsin, əlavə hava, üstə gəlinsin, ehtiyat hava. Yəni, bu üçünün cəmi ağciyərlərin orta həyat tutumudur. Bizdən də əlavə hava, biz bilirik ki, əlavə hava 1500 kub santimetrdir, dəyişən hava 500 kub santimetrdir, ehtiyat hava da 1500 kub santimetrdir. Bizdən də soruşur ki, əlavə havanı N-lə işarə edir. Yəni, N-imiz 1500-ə bərabərdir. Bu zaman necə olar? Baxın, uşaqlar, 3500 orta həyat tutumudur. 3500. Və əlavə havanı N-lə işarə edib. Biz elə bir rəqəm seçməliyik ki, alınan ədəd 3500-ə bərabər olsun. Y variantına baxsaq, 2N üstə gəlinsin 500. 2 vurulsun. Yəni, 2 vurulsun 1500, N çünki 1500-dür, üstə gəlinsin 500, bu da eləyər 3500. Deməli, düzgün variantımız Y variantı olacaqdır. Keçdik 39-cu suala. 39-cu sualda yenə ağciyərlərin orta həyat tutumu verilibdir və N-lə ifadə edəcəyik yenə. Baxın, uşaqlar, bayaq dediyimiz kimi orta həyat tutumu 3500-dür. Burada ehtiyat havanı veribdir N-lə. Ehtiyat hava da 1500-dür. Yəni, N bərabərdir 1500-ə. Bu zaman yenə eyni rəqəm alınacaqdır. 2N üstə gəlinsin 500. 2N üstə gəlinsin 500. 500. 2N'imiz, N'imiz 1500 olduğu üçün yenə 2 vurulsun 1500, 3000. 3000 üstünə də 500-ün gələndə 3500 edəcəkdir. Düzgün variantımız isə burada 2N üstə gəl 500, o da B variantı olacaqdır.
40-cı suala baxsaq, orta yaxşı sağlam insan yenə aciyən orta həyat tutumunu soruşur bizdən. Bu zaman isə eni dəyişən havanı n ilə işarə edilib. Yəni n bərabərdir 500-ə. Bu zaman necə edərik uşaqlar? 3000 üstə gəlinsin 500. Baxın, 3000 üstə gəlinsin 500. Yəni n artıq 500-dürsə, doğru variantımız C variantı olacaqdır. B variantı, burada isə C variantımız olacaqdır. 41-ci suala baxsaq, sağlam insanda sakit halda baş verən tənəffüs hərəkətləri zamanı qanına keçən oksigen qazının və xaricə buraxdığı karbon qazının zamandan asılılığı əks olunmuşdur. Aradakı fərq 400 kub santimetrdirsə, ətraf mühitə nə qədər oksigen qazı xaric olunar? Baxın uşaqlar, deməli, oksigen qazının və xaricə buraxdığı karbon qazının zamandan asılılığı verilibdir. Arasındakı fərq isə 400 kub santimetrdir. Qanına keçən oksigen. Bax, biz dedik ki, bir tənəffüs hərəkətində 25 kub santimetr oksigen qana keçir. 20 kub santimetr o karbon qazı xaric olacaqdır. Bunlar arasındakı fərq 5 kub santimetrdir. 5 kub santimetrdir. Və bu zaman deyir ki, ətraf mühitə nə qədər oksigen qazı xaric olar? Baxın, aradakı fərq 5 kub santimetr olanda 80 kub santimetr oksigen xaric olacaqdır. Tənasübümüzü qurarıq. 5 fərq olanda 80 kub santimetr oksigen xaric olursa, bizdə də 400 fərq verib. Bəs 400 fərq olanda nə qədər xaric olar? Buradan x-i tapsaq, 400 ilə bu 5 ixtisar getsə qalar burada 80. 80-i 80-ə vuranda 6400 edər. Burada isə düzgün variantımız olacaqdır Y variantı. Keçdik uşaqlar 42-ci suala. 42-ci sualda insan sakit halda 5 dəqiqə müddətində atmosferə minimum neçə millilitr karbon qazı xaric edər? Baxaq uşaqlar, 1 dəqiqədə də 16 tənəffüs hərəkəti edibdir. Baxın, bir tənəffüs hərəkətində insan 20 kub santimetr karbon qazı xaric edir. Bəs 16 tənəffüs hərəkətində nə qədər xaric edər? X-i buradan tapsaq 320 edər. Baxın uşaqlar, 16 tənəffüs hərəkətində 320 karbon qazı xaric edibdir. Biz bilirik ki, 1 dəqiqədə 16 tənəffüs hərəkəti var. Yəni bu insan 1 dəqiqədə 320 karbon qazını xaric edib. Bəs 5 dəqiqədə nə qədər karbon qazı xaric edər? Buradan da 320 vurulsun 5. O da eləyər 1600 kub santimetr oksigen, karbon qazı. Deməli uşaqlar, 1 dəqiqədə 320 edibsə, karbon qazı xaric edibsə, 5 dəqiqədə isə 5 vur 320 olacaqdır. O da eləyər 1600. 43-cü suala baxsaq, 43-cü sualda tənəffüs prosesində oksigenin keçdiyi struktur və mühitlərin düzgün ardıcıllığını müəyyən edin. Əvvəlcə uşaqlar, yəni oksigen alveolların boşluğuna gələr. Yəni əvvəlcə 3-ə gələr. Ağciyər boşluğuna, alveolların boşluğuna gələndən sonra alveolların divarlarına keçər. Alveolların divarlarından kaplyarın divarlarına keçər. Hansı kaplyarın? Buradakı ağciyər kaplyarları var. Olacaq kiçik qan dövranının kaplyarları. Kiçik qan dövranının kaplyarlarına keçdikdən sonra nə edəcək? O dövr eləyib gələcəkdir. Oradan keçəcəkdir qana, yəni kaplyarlardan qana, birə. Qan vasitəsilə gələcəkdir böyük qan dövranı kaplyarlarına keçəcəkdir divarlarına. Və böyük qan dövranından isə hüceyrə arası mayeyə gələcəkdir ki, neynəsin? Bədənimizi qidalandırsın. Sonra keçdik 44-cü suala. İnsanda nəfəs vermə zamanı havanın tənəffüs sistemindən keçmə ardıcıllığını müəyyən edin. Nəfəs vermə soruşduğu üçün uşaqlar biz geri gedəcəyik sanki. Bu zaman başlayacağıq ağciyər alveollarından. Sonra
bronxlar, sonra traxeya, qırtılaq və burun boşluğu ilə davam edəcəyik. 45-ci sualda isə sağlam insanın ağciyərləri üçün verilən həcmlərin artma sırası ilə düzün. Uşaqlar, dəyişən hava 500 kub santimetrdir. Ehtiyat hava 1500 kub santimetrdir. Qalıq hava isə 1000 kub santimetrdir. 1000 kub santimetrdir. Bundan artma ardıcıllığını dediyi üçün dəyişən hava, qalıq hava, yəni 1, 3 və 2 olacaqdır. Uşaqlar, bu dəyişən havadır, ehtiyat havadır. Dəyişən yox, ehtiyat və qalıq hava yeni dərsliklərdə ümumiyyətlə dəyişilibdir. Yəni bu dim test toplusunu işləyən şagirdlər üçün yox, amma yeni gələn 8-ci siniflərimiz üçün isə bu rəqəmlər dəyişilibdir. Bu qədər. Nə qaranlıq qalırsa, hansı testlərdə əziyyət çəkirsinizsə, rəylərdə qeyd edə bilərsiniz. O testlərin izahını verə bilərəm. Sağ olun, təşəkkürlər.